Dəyərli müəllimlərimiz, sizin üçün yenə sertifikasiya müsahibədə verilən sualların izahını təqdim edirəm. Birinci sual belədir. Dərsin uğurlu keçməsi üçün nə edirsiniz? Dərsin uğurlu keçməsi motivasiyadan asılıdır. Əgər motivasiyanı düzgün şəkildə qururamsa, demək ki, mənim bütün dərsim uğurlu keçəcək. Nəyə görə? Əlbəttə ki, biz dərsin əvvəlində təlim məqsədi qoyuruq, həmin məqsədə doğru addımlayırıq, strategiya taktikalarımız olur. Amma bunların hamısını etməyimizə baxmayaraq, əgər biz şagirdin meylini, marağını, diqqətini özümüzə cəlb edə bilməmişiksə, mövzuya maraq oyada bilməmişiksə, bu zaman bizim dərsimiz effektiv hesab edilməyəcək, uğursuz olacaq. Ona görə də dərsin uğurlu keçməsi üçün biz motivasiyanı düzgün qurmalıyıq. Motivasiyanın düzgün qurulması dərsin 50%-dən çoxunun demək olar ki, mənimsənilməsi deməkdir. Keçid alırıq ikinci suala. Summativ qiymətləndirmə zamanı əvvəlki bölməni nəzərə alırsınızmı? Summativ qiymətləndirmə dedikdə, əlbəttə ki, burada kiçik summativ qiymətləndirməni nəzərdə tutur. Bölmə və bəslərin sonunda aparılır. Lakin biz əgər bir bölmə üzərində summativ qiymətləndirmə aparırıqsa, əvvəlki bölməyə müraciət etməyimiz doğru hesab edilmir. Çünki zaten bölmə, bəs, fəsillərin sonunda kiçik summativ qiymətləndirmə aparılaraq həmin bölmənin nə dərəcədə mənimsənilməsini ortaya çıxarır. Və bu zaman biz qiymətləndirmə prinsiplərini etibarlılıq, uyğunluq prinsiplərini də nəzərə almalıyıq. Uyğunluq prinsipində biz deyirik ki, şagirdə mənimsətdiklərimizə əsasən tapşırıqlar veririk, düzdürmü? Və həmçinin də kiçik summativ qiymətləndirmə hər bölmənin sonunda aparıldığına görə əvvəlki bölməni nəzərə almağımız lazım deyil, ehtiyac deyil. Alt standartlar təlim məqsədinin, yəni təlim nəticəsinin fərqi nədir? Alt standart dövlətin qoyduğu minimum ən kiçik standartdır. Alt standart gündəlik planlaşmanın aparılmasını təmin edir. Alt standart bütünlüklə təlimi əhatə edir. Təlim məqsədlərini dəqiq müəyyən edir, təlim strategiyalarını düzgün seçir, təlimdə inteqrativliyi təmin edir, təlimi davamlı inkişaf elətdirir. Summativ qiymətləndirmənin aparılmasını təmin edir. İdrak səviyyəsinin yüksəlməsi üçün bilik və bacarığa çevirir. Düzdürmü? Bilik olduğu kimi qalmır, bacarığa belə çevrilir. Alt standart dövlətin qoyduğu standartdır. Amma təlim nəticəsini, yəni təlim məqsədini biz özümüz müəyyən qaydalara əsasən alt standartdan çıxarırıq. Şagirddə hansı bilik bacarığı formalaşdıracağımızı öncədən təyin edirik. Bu zaman düzgün təlim nəticəsi çıxarmaq üçün smart texnologiyasından istifadə etməyimiz də məqsədə uyğun hesab edilir. Hansı dərsi uğurlu hesab edirsiniz? Əlbəttə, bayaq dediyim kimi. Amma öncə deyək ki, hansı dərsi uğurlu hesab edirəm? Burada biraz fərqliyə toxunum. Əgər mənim dərsin əvvəlində təyin etdiyim təlim məqsədi ilə təlimin sonunda təlim nəticəsini əldə edirəmsə, mənim təlim məqsədimlə təlim nəticəm üst-üstə düşürsə və bir-birini tamamlayırsa, mən lazımi nəticəni almışamsa, mənim bütün şagirdlərim bu mövzunu mənimsəyiblərsə, refleksiya nəticəsində uğurlu nəticələr alırıqsa, demək ki, bizim bu dərsimiz uğurludur və effektiv bir təlimdir. Həmçində müəllimlər, üçüncü suala bir də əlavə edim ki, sizin üçün təkmilləşdirilmiş kurikuluma əsasən alt standartla təlim nəticəsi bəzən bərabər tutulur. Yəni, alt standart bəzən təlim nəticəsi kimi götürülə bilər. Amma bu o demək deyil ki, alt standartla təlim nəticəsi eyni bir şeydir, eyni bir termindir. Xeyr, onların fərqli funksiyaları var. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, şərhlərinizi gözləyirəm, bəyənin və paylaşın ki, hər kəs yararlansın.